1 iyun 1-ci qrup blok imtahanına düşmüş suala baxırıq. Müsbət hədli ədədi silsilədə bu bərabərlik doğru olarsa, silsilənin ilk 21 həddinin cəmini tapın. Biz bilirik ki, ədədi silsilədə hər hansısa bir həddən özündən eyni uzaqlıqda olan iki həddin cəminin yarısına bərabərdir. Yəni, buradan da məlum olur ki, 2A12 bərabərdir A11 üzərinə gəlinsin A13. Gəlin bərabərliyin sağ tərəfində bunu yerinə qoyaq. Yəni 2A12 üzərinə gəlinsin A12 bərabərdir A11 vurulsun A12. 3A12 bərabərdir A11 vurulsun A12. A12'lər ixtisar olur. Yəni A11 bərabər olur 3-ə. Bizdə silsilənin ilk 21 həddinin cəmini istəyir. Yəni S21 bərabərdir 2A1 üzərinə gəlsin 20D bölünsün 2 vurulsun 21. Bu kəsri böləndə olur A1 üzərinə gəlsin 10D, yəni A11 vurulsun 21. A11'in də 3 olduğu bizə məlumdur, yəni 3 vurulsun 21 bərabərdir 63. Cavabımız olur Y variantı.